Xoş gördük əziz dinləyicilər. Bu günləri Azərbaycan segmentində, Azərbaycan mətbuatında, sosial şəbəkələrində belə bir informasiya paylaşıldı ki, Azərbaycan hökuməti hicab əvəzinə, niqab əvəzinə kəlağayı ilə əvəz edəcəyi barəsində bir məlumat yayıldı və məlumata görə, yəni bundan sonra artıq hər hansı bir dini geyimlərə, yəni qadınların istifadə etdiyi dini geyimlərin əvəzinə kəlağayı örtəcəklər. Mən bunu bir baxdım Azərbaycan cəmiyyətində, istər dindar, əsasında dindar camiyyəyə baxdım, artıq bəziləri də bu üçün artıq belə deyək bir tufan qopartmağa başlayıblar. Bu bulanıq suda balıq tutmağa çalışıblar. Amandır qeyrətimiz getdi, amandır din belə getdi, filan oldu. Baxın, əvvəla bizim üçün örnək, bizim üçün nümunə Allahın kitabıdır. Allahın kitabıdır. Allahın kitabında örtük var. Allahın kitabında niqab, hicab, o bu yoxdur. İranın təyin etdiyi çadıra yoxdur, Əfqanistanın təyin etdiyi burka yoxdur, ərəblərin qoyduqları niqab yoxdur. Allahın Quranında, Allahın kitabında örtü var və bu örtüyü də millisi olmur. İstəyirsən kəlağayı ilə örtün, istəyirsən qara ilə örtün, qırmızı ilə örtün, sarı ilə örtün. Ona görə də heç bir əxlaqsızlıq məsələsi yoxdur. Bizim dinimiz ərəbin dini deyil. O paltar, o geyim ərəbin geyimidir. Ona görə də bunun dinə heç bir dəxilsi yoxdur və kəlağayı ilə əvəz edilməsi də heç bir Quranın ziddinə deyil. Bu birinci. İkinci məsələ, yenə də Azərbaycan o bəzi kişilər qadınlar üçün narahat olmağa başlayır. Niyə özünüz üçün narahat olmursunuz ki? Niyə görə Quranın birinci əmri olan oxu əmrini yerinə yetirmirsiniz? Niyə oxumamaq üçün narahat deyilsiniz? Niyə Allahın kitabını oxumamaq üçün narahat deyilsiniz? Niyə görə 30-cu surənin 25-ci ayəsində mənim ümmətim bu kitabı tərk etdi deyə Peyğəmbərin fəryad qopalır, ağlayır, Allaha şikayət edir, amma sən bir dəfə də olsun kitabı oxumursan, o kitabı tərk etmirsən. Niyə bunun üçün narahat deyilsiniz? Niyə təqvalı olmadığı üçün narahat deyilsiniz? Niyə görə bu günləri sizi ərəbin, İranın, Farsın, onun bunun idarə edilməsinə ləbbeş deyilsiniz, amma Allahın kitabını oxumamaq üçün narahat deyilsiniz və bu günlərdə qadınlar üçün yenə narahat, qoyun qadın narahat olsun da geyinmək üçün. Sən başını bağlayacaqsan bəyəm, qadın başını bağlayacaq, qoy heç olmasa qadın narahat olsun bunun üçün. Ona görə də uzaqdan gəlmişlik etməyə ehtiyac yoxdur. Qadınlarımızın da şükürlər olsun Allaha ağlı var. Narahat da olursunuzsa gedin Allahın əmrləri üçün özünüzə məxsus olan, bütün insanlığa məxsus olan əmrləri üçün narahat olun. Oxumadığınıza görə bugün sizi otarırlar. Oxumadığınıza görə bütün firqələr sizin başınızı xarab edib. Oxumadığınıza görə bu günləri ərəbin qulusunuz, Farsın qulusunuz, o birinin, digərin bu firqələrin quluna çevrilmişsiniz. Özü üçün narahat olun və Allahın kitabını oxumamaq üçün narahat olun. Ona görə də mən konkretni bunu deyirəm ki, Allahın kitabına, Allahın Quranına, Allahın Peyğəmbərinin qoyduğu sünnətə qəti surətdə heç bir zərəri yoxdur. Məhz elə niyə görə ərəbin geyimi olmalıdır ki, elə Azərbaycan öz milli, mental dəyərləri ilə, kəlağayısı ilə də örtünə bilər, Azərbaycan qadını əxlaqlı ola bilər. Əgər örtü əxlaq kodeksidirsə, əgər bütün niqab taxanlar əxlaqlı idisə, əgər bütün çadıra taxanlar əxlaqlı idisə, onda niyə İranda siğəxanalar var? Əgər bütün niqab taxanlar çox əxlaqlıdırsa, onda niyə görə o əxlaqlı dırnaqarası qadınları işıda qoşub apardı Suriyada 4000-dən çox Azərbaycan qadını cariyə kimi ona buna, kiminsə arvadları ona buna xidmət etdilər. Yaxşı, buydumu? Ya bunun fahişəlikdən nə fərqi var? Əgər çox əxlaq kodeksi isə sizin bu niqabınız, aman da qoymayın qeyrətimiz dağıldı deyirsinizsə və orada niyə ayılmadınız? Niyə orada ayılmadınız? 4000 Azərbaycan qadını aparıldı Suriyada cariyə kimi onun bunun altında filan qardaşlara xidmət etdi. Demək ki, heç də o cür örtünmək İslamın əmri deyilmiş. Ağılla örtünmək, düşünərək bu dinə gəlmək, Allahı sevərək bu dinə gəlmək və Allahın dediklərini yerinə yetirmək üçün yalnız və yalnız oxumaq lazımdır ki, onun bunun quluna çevrilməsi. Təşəkkür edirəm.